Tanış olun, bu Şahnisədir. O idman ayaqqabılarının satışı ilə məşğuldur. Böyük mağazalar şəbəkəsi vardır. O biznesin gələcəyini riskə atmayıb. Mühasibatlığını peşəkar komandaya etibar edib. Bu isə Şahmuraddır. Onun da eyni biznesi var. Amma o mühasib seçərkən təcrübəyə yox, tanış-bilişə güvənib. Gəlin görək peşəkar mühasibi olmayan Şahmuradı hansı risklər gözləyir? Şahnisənin mühasibi vergiləri vaxtında və düzgün qaydada hesablayır. Qanuni bütün güzəştlərdən istifadə edir. Təchizatçılarla əlaqəni də düzgün qurub. Ödənişləri vaxtında edir, üzləşmələri mütəmadi olaraq hazırlayır. Rəhbərliyə aid hesabatları isə gecikdirmir. Şahmuradın mühasibi isə vergi qanunvericiliyindəki dəyişiklikləri izləmir, hesabatlarda tez-tez səhvlərə yol verir. Satıcılarla əlaqəni də düzgün qurmur. Bəzən eyni satıcıya, eyni mala görə 2 dəfə ödəniş edir. Şahnisənin mühasibi gəlir və xərclərini daim nəzarətdə saxlayır. Maaşları və digər ödənişləri vaxtında edir. Hətta sürpriz ödənişlərə də hazırdır. Şahmurad isə satış etməsinə baxmayaraq pulun hara xərcləndiyini görə bilmir. Maaş, icarə, kommunal və s. kimi aylıq ödənişləri etməkdə çətinlik çəkir. Buna görə də mal aldığı satıcılar da, onun işçiləri də ondan narazıdırlar. Dəqiq və şəffaf maliyyə hesabatları olan Şahnisə bankların və investorların etibarını qazanır. O istədiyi vaxt, istədiyi bankdan kredit götürə bilir. Lazım olanda isə yeni investor cəlb edir. Maliyyə hesabatları ümumiyyətlə olmayan Şahmuradın isə banklar kredit müraciətlərini riskli hesab edir. İnvestorlar isə onunla əməkdaşlıqdan imtina edirlər. Şahnisə hər ay maliyyə hesabatlarını analiz edir. Hansı mağazanın qazanclı işlədiyini və hansı məhsulların daha çox satıldığını dəqiq bilir. Yeni mağaza açanda da maliyyə məlumatlarına əsaslanır. Buna görə də biznesi günbəgün böyüyür. Şahmurad isə hansı mağazanın qazancla, hansı mağazanın zərərlə işlədiyini bilmir. Yeni mağaza açanda isə yalnız hisslərinə güvənir. Yanlış qərarlar üst-üstə yığılır, borclar artır və sonda o biznesi bağlamaq məcburiyyətində qalır. Nəticə isə çox sadədir. Əgər rəqəmləriniz görünmürsə, biznesinizin gələcəyi də görünmür. Şahmuradın etdiyi səhvləri təkrarlamayın. Şahnisə kimi gələcəyə addımlayın. MHD Financial Advisor olaraq biz vergi və hesabatlarınızı daim nəzarətdə saxlayırıq ki, siz öz biznesinizi böyütməyə fokuslanasınız.